Salam. Bugün biz hörümçək kimlər sinfi haqqında məlumat verəcəyik. Hörümçək kimlər. Sinfi. Deməli, hörümçək kimlər sinfinin 4 dəstəsi var. Qeyd eləyək. 4 dəstəsi var. Birincisi hörümçəklər. Dəstəsi. İkincisi əqrəblər dəstəsi. Üçüncüsü bövlər dəstəsi. Və nəhayət dördüncüsü gənələr dəstəsi. Deməli, burada nəyə diqqət eləmək lazımdır? Hörümçək kimlər deyəndə sinif nəzərdə tutulur, amma hörümçəklər deyəndə dəstə nəzərdə tutulur. Gəlin bunların nümunə göstərək, görək bura hansı canlılar daxildir. Hörümçəklər dəstəsinə daxildir xaçlı hörümçək. Sonra qısa yazıram. Sonra qara qurd və tarantul. Deməli, burada qara qurd və tarantul təhlükəlidir. Amma belə deyək də, güclü zəhərə malikdir. Bunlar belə. Sonra əqrəblər dəstəsinin bəs hansı növləri var? Sarı, boz və qara əqrəb. Bunların da içərisində ən zəhərlisi təbii ki, qara əqrəbdir. Bunlar haqqında əlavə danışacağım. Amma bövlər haqqında belə deyək, bövlərin zəhərli nümayəndəsi yoxdur, ümumiyyətlə zəhəri yoxdur. Sonra bir şey də deyim ki, bövlərin sadəcə dişləməsi çox ağırlı olur. Dişləməsi ağrı verir. Topluda bununla əlaqədar bir sual var idi, səhv eləmirəmsə cavabı səhv verilmişdi. Gənələr haqqında da birazdan danışacağım. Yazırıq gənələr haqqında az sonra anons keçirəm. Yaxşı. İndi isə gəlin hörümçəklər haqqında xaçlı hörümçək misalında biz dərsi izah edək. Xaçlı hörümçək. Xaçlı hörümçəyin bədəni hansı hissələrdən təşkil olunub? Eyni ilə xərçəng kimi bədəni 2 hissədən ibarətdir. Bu olacaq yenə baş döş, birinci hissə və qarıncıq hissələrdən təşkil olunub. Qarıncıq hissədən təşkil olunub. Və bunun baş döş hissəsi buğumludur. Amma qarıncıq hissəsi isə buğumsuzdur. Sonra xaçlı hörümçək təbii ki, bütün buğum ayaqlılarda olduğu kimi bunlarda da xarici skeleti mövcuddur. Yəni xitin örtüyə malikdir. İndi ümumi quruluşuna diqqət eləyək. Mən adətən belə izah edirəm. Xaçlı hörümçəyin baş-döş hissəsi qarıncıq hissəsinə nisbətən kiçik olur. Belə. Bunların baş-döş hissəsində 6 cüt ətraf var. Yazıram bura. 6 cüt ətrafı var. Bu 6 cüt ətrafdan
Bir cütü helisir adlanır. Bir cütü pedipalp adlanır. Pedipalp. Pedipalp. Və yerdə qalan 4 cütü isə yerimə ayağı sayılır. İndi onların şəklini çəkib göstərəcəm. Deməli, bir cütü helisir adlanır. Bax, bunların adı helisirdir. Növbəti bir cütü pedipalp adlanır. Yer gəlmişkən, bu pedipalpların başqa adına ayaq qolcuqları deyirlər. Ayaq qolcuqlar. Sonra yerdə qaldı 4 cüt. O 4 cüt yerimə ayağını da belə işarələyək. Bir cütü, 2 cütü, sonra 3 cütü və nəhayət 4 cüt. Baxın, bunlar yazıram. 4 cüt yerimə ayağı. Aha, bu belə. Sonra hörümçəyin başdöş hissəsində 4 cüt sadə gözcüyü var. Yazırıq. 4 cüt sadə göz. Baxın, diqqətli olmaq lazımdır. Çünki biz xərçəngdə demişdik ki, 2 ədəd mürəkkəb göz, yəni fasetli göz. Bunlarda isə 4 cüt sadə göz. Yəni, bunlarda gözlərin sayı ilə yerimə ayaqlarının sayı bir-birinə bərabərdir. Həmçinin bunların başdöş hissəsində bir cüt zəhər vəzsi yerləşir. Bir cüt zəhər vəzsi. Bu zəhər vəzlərində axara hara açılır? Xeliserə. Ona görə də xeliserin funksiyası deyəcəyik, müdafiə funksiyası yerinə yetirir. Amma pedipalpın funksiyası deyəcək, qidanı araşdırır. Qidanı araşdırır. Həmçinin lamisə funksiyası yerinə yetirir. Bu da belə. Hörümçəklərdə, xüsusilə bax vurğuluyuram, hörümçəklərdə bığcıq olmur. Bunu yaddan çıxartmaq olmaz. Davam edək. Hörümçəklərin həzm sisteminə gəlin diqqət eləyək. Həzm sistemi ağız. Əvvəlcə həzm sistemini aşağıya yazım, sonra orada yuxarıda göstərəcəm. Deməli, bunların həzm sistemi ağız, udlaq, qida borusu, mədə, bağırsaq və nəhayət anal, qarıncın sonunda yerləşən anal dəliklə xaric olunur. Bunların şəklini çəkmiş olsam, deməli, ağız, udlaq, u yazıram, qida borusu, sonra bunun mədəsi gəlir. Bunlarda mədə başdöş hissədə yerləşir. Sonra bağırsaq və anal dəliklə xaric olunur. Baxın, burada yazıram, bağırsaq. Bu da belə. Bu oldu bunun həzm sistemi. Gəlin tənəffüs sisteminə baxaq. Bəs tənəffüs sistemi necədir? Tənəffüs sistemi deyəcəyik, kitab şəkilli ağciyərlər, kitab şəkilli ağciyər və 2 traxeya. Bunlar hamısı qarıncıqda yerləşir. Qarıncıqda yerləşir. Şəklini də çəkib göstərə bilərəm. Baxın. Bu oldu kitab şəkilli
Ağciyər və bu da olsun trakeya. Bu da belə. Sonra, bəs qandamar sistemi necədir? Qandamar sistemi də asandır. Yəni yazırıq qandamar sistemi. Bütün boğum ayaqlarda qandamar sistemi açıq olur. Ürək boru şəkillidir. Ürək boru şəkillidir və biz bilirdik ki, ürəyə gələn bütün tipin xüsusiyyətidir bu. Ürəyə gələn damar olmur, yəni nə olmur? Vena olmur. Və bunun ürəyi harada yerləşir? Deyəcəksiniz, ürək qarıncıqda yerləşir. Amma xərçəngdə harada yerləşmişdi? Baş döşdə. Ürəyin quruluşu bax, boru şəkillidir. Qarıncığın yuxarı hissəsində yerləşir. Altına yazıram, ürəkdir bu. Və ürəkdə dəliklər var. Bu dəliklərin sayı verilmir kitabda, amma xərçəngdə biz demişdik ki, 300 dəlik mövcuddur. Bu da belə. Keçək bunların ifrazat sisteminə. Bəs ifrazat sistemi necədir? İfrazat sistemi, baxın buraya yazıram. İfrazat sistemi. İfrazat sistemi Malpighi boruları və xüsusi vəzlər. Bu Malpighi boruları bir ucu kör qurtarır və digər ucu isə hara açılır? Bağırsağa açılır. İşarəsini göstərdim. Əgər Malpighi borularının bir ucu bağırsağa açılırsa, deməli bunlarda hansı sistemlər bir-biri ilə əlaqəlidir? Həzm və ifrazat sistemi bir-biri ilə əlaqəlidir. Bir şey də izah eləmək istəyirəm. Bunlarda bir də qarıncığın son hissəsində 3 cüt torbəsi var. 3 cüt tor bəzisi. Hansı ki bu tor bəzisindən istifadə edərək şikarını tutur. Bunların həzm sistemi ilə əlaqədar bir şeyi qeyd eləmək istəyirəm. Həzm sistemi bunlarda biraz sadə quruluşda olur. Sadə quruluşda olma səbəbi də ilkin həzm, yəni qidanın ilkin həzmi bədəndən kənarda baş verir. Yəni bu da necə olur? Öz torunu qurur. Orada şikar düşən kimi gedir, öz xeliserini onun bədəninə sancır, zəhərini onun bədəninə daxil edir və gedir. Və o zəhər onun bədənini həzm eləmiş olur. Sonra gedib maye qidanı sorur və maye qida təbii ki həzm sistemi o qədər də işə düşmüş olmur. Yəni ona görə sadədir. Gəlin əqrəblər haqqında da biraz məlumat verək. Əqrəblər, deməli burada özəlliklər nədir? Əqrəblərin sonuncu qarıncıq buğumu neştərə çevrilib. Hansı ki zəhərlidir və onun sayəsində şikarını iflic edir. Həmçinin əqrəblər, burada bir şey qeyd eləməmişəm, çoxalması ilə bağlı, onu da deyim, hörümçəyin çoxalması. Hörümçəyin çoxalması, deməli, bunlarda ayrı cinslidir təbii ki, hermafrodit söhbəti artıq qurtlarda qaldı, ayrı cinslidir və tordan barama qurur, yazır yumurtalar baramaya qoyulur və yumurtalardan nə çıxır?
Deməli, kiçik hörümçəklər çıxır. Deməli, belə çıxır ki, bunlarda sürfə olmur. Ona görə də bunların inkişafı necədir? İnkişafı sürfə olmadığı üçün düzünədir. Belə. Əqrəblər isə bunlar diri bala doğurlar. Diri bala doğurlar. Buna da diqqət eləmək lazımdır. Sonra gənələr haqqında biraz məlumat verək. Deməli, gənələr. Gənələrin bədəni hörümçəklər kimi 2 hissə deyil, 3 hissədən təşkil olunub. Bunlar hansılar? Üzr istəyirəm. Gənələrin də bədəni 2 hissədən təşkil olunub. Mən niyə belə dedim? 2 hissədən təşkil olunub. Bunlar hansıdır? Əslində bövlərin bədəni 3 hissədən idi. Baş, döş və qarıncıq. Amma da artıq o kitabda yoxdur, yəni keçirilmir. Əvvəllər olurdu. Gənələrin bədəni 2 hissədən ibarətdir. Xortum və gövdədən təşkil olunub. Burada xortum. Xortum xeliser və pedipalpın şəkil dəyişməsidir. Yazıram altına. Xeliser və pedipalpın şəkil dəyişməsidir. Bu. Bax, bunu unutmaq olmaz. Sonra, tutaq ki, mən gənənin quruluşunu çəkmək istəyirəm. Gənələrin bədəni bu formadadır. Bunun təbii ki, mən şərt olaraq çəkirəm. Bu hissəsi bunun xortumudur. Yerdə qalan hissə bunun gövdəsidir. Xortum, xeliser və pedipalpdan əmələ gəldiyi üçün artıq bunların 4 cüt yerimə ayağını çəkmək olar. Yəni, bu formada. Gənələr haqqında nə deyə bilərəm? Deməli, gənələrdə belə bir şeydir ki, onlar ya xəstəlik törədə bilirlər, ya da yaya bilirlər. Məsələn, yazıram, qoturluq gənəsi qoturluq xəstəliyini törədir. Qoturluq xəstəliyini törədir. Amma otlaq gənəsi isə ensefaliti yayır. Bəs ensefaliti törədən nədir? Bunu törədən təbii ki, viruslardır. Ümumiyyətlə, bu hörümçəkimlər sinfinin sinir sistemi haqqında danışsaq, asandır, bu da xərçənglər kimidir. Təbii ki, deyəcəyik sinir düyünləri və onlardan çıxan sinirlər. Bu qədər. Sağ olun.